Salam, hörmətli izləyicilər. Bu gün sizə protez qapaqların dəyərləndirilməsi haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi mərkəzimizdə artıq bir neçə xəstə üzərində degenerativ veya protez daxilinə TAVI əməliyyatı icra edilmişdir. Bu xəstələrin preoperativ dəyərləndirilməsi, qapaq degenerasiyası multimodal və multigörüntüləmə ilə icra edilir. İlkin olaraq transtorasik ekokardioqrafiya müayinəsi icra edirik. Bu müayinə zamanı cərrahi görüntü dediyimiz görüntüdə qapağın degenerasiyası dəyərləndirilmiş olur. Daha sonra bir çox parametrlərlə degenerasiya dərəcəsi dəyərləndirilir. Ehtiyac olduğu halda transezofageal ekokardioqrafiya müayinəsi icra edilir. Ardınca isə kardiak KT müayinəsi icra edirik ki, burada həmçinin qapağın ölçümləri götürülür və TAVI əməliyyatının texniki planlanması icra edilmiş olur. Daha sonra TAVI əməliyyatı ərzində qapaq dəyərləndirilir və postoperativ dönəmində də eyni zamanda erkən və gec dönəmdə ekokardioqrafiya müayinəsi ilə bu xəstələrin təqibi aparılır.